Hər şey bu videodan sonra başladı. YouTube Shortsları düzdür, elə TikTok, Instagram reelsləri kimi bir şeydir. Onları da baxmamaq üçün proqram yükləmişdim. Proqramın əgər adını istəsəz, Həmin o proqramın adı Regain'dir. İndi isə sizə Regain'dən necə istifadə eləmək olar o haqqda danışacağam. İlk öncə e-mailinizlə qeydiyyatdan keçirsiniz və belə bir yer açılır. Əgər siz proqramları bloklamaq istəyirsinizsə, aşağıdan blok bölməsinə daxil olursunuz və ən aşağıda YouTube Shortslarını bloklamaq üçün bir xana var. Orada nə deyirsə icazə verirsiniz. Yəni burada heç bir narahatlığa səbəb yoxdur. Çünki mən iki telefonumun ikisində də bu proqramdan istifadə etmişəm və hələ ki heç bir problemi yaranmayıb. Yəni çox rahatlıqla hər bir şeyə icazə verə bilərsiniz. Və əgər icazə verdiyiniz şeyləri geri qaytarmaq istəsəniz, Regain proqramı silə bilərsiniz. Hər şey əvvəlki halına qayıdacaq. Bu şəkildə digər proqramları da bloklaya bilərsiniz. Sonra daxil oluruq əsas ekrana. Burada 25 dəqiqəlik Pomodoro texnikası kimi bir timer var. 25 dəqiqə olmaya da bilər, 20 dəqiqə, 30 dəqiqə də eləyə bilərsiniz. Amma ən yaxşısı məncə elə 25 dəqiqə olacaq. Fokuslanmaq üçün idealdır. Daha sonra bloklanmış applər var, yəni proqramlar. Bu 25 dəqiqəni aktivləşdirdikdən sonra hal-hazırda seçəcəyiniz proqramlara daxil ola bilməyəcəksiniz. Yəni burada siz ən çox istifadə elədiyiniz və sizin vaxtınızı aparan proqramları seçməlisiniz. Hansı ki fokuslanma dönəmində o proqramlara daxil olub vaxtınızı itirmək istəmirsiniz. Daha sonra isə siz Start Focus Now-a basıb temalar seçə bilərsiniz. Hansı ki 25 dəqiqə ərzində əgər telefonunuz açıq olsa, bu background-da olacaq. Mən bunu seçdim, buna xoşum gəldi. Apply-a basırsınız və Start Focus Now. Hətta əgər istəsəniz, arxa fon mahnıları belə seçə bilərsiniz. Buradan fokuslanmağı dayandırmaq və pauzaya da qoymaq olar. Ortaya basmaqla isə Regain sizə motivasiya edici sözlər yazacaq. Aşağıdakı xanalardan Strict moda basıb, oradan əsas ekranı belə bloklaya bilərsiniz. Yəni, əgər siz Regain proqramından çıxmaq istəsəniz və digər proqramlara daxil olmaq istəsəniz, bunu icazə verərək əsas ekranı bloklayır. Yəni, çıxanda təzədən Regain-ə qayıdır və çıxa bilmirsiniz. Amma əgər digər proqramlarda vacib işiniz olsa, applərə basıb, buradan əvvəlcədən icazə verdiyiniz proqramlara daxil ola bilərsiniz. Belə.